Aldığımı almışam, satdığımı satmışam, dolanışığım yaxşıdır, şikayət eləmirəm. İlham müəllim mənim üçün imzası ilə pensiya alır, 1000 manat. Qılınc döyüşünə gedmişəm, fextavaniya, espadronla məşğul olmuşam, futbolla məşğul olmuşam, güləşlə məşğul olmuşam. Mənim canım var, Düzdür. Deməli, həm idmançı olmuşsunuz, həm mən idmançılıqla başlamışam. Uşaqlıqda televiziya həyatımdan indiyə davam eləyirəm. Rejissorluq, indiyə də qədər davam eləyirəm. Amma şeir yazıram, bilmirsiniz. Şeir yazdığınızı bilmirsiniz, idmançı olduğunuzu bilirdim. 96 dənə film var mənim iştirakımla. Hə, oxuduğunuz filmləri deyir. 30'unda oxumuşam. 30'unda oxumusunuz. Bu oxumaqlıq hardan gəlib? Qardaşım göz açmışam, atam da xanəndə olub. Bəy balasıdır, İçəri şəhəridir. Xanəndəlik eləyib. Avazı gəlib. Rafiq qardaşımı Allah rəhmət eləsin, xanəndə eləyib. Diş həkimliyin dalıca gedib. Amma oxuyub. Nurlan Əzizbəyli indi oxuyandı. Qardaşım uşağı. Qeyri-münasiblik darıxdırır məni. İnsanlar yaşayıb öləcəklər. İnsan kimi yaşasınlar. Xoşbaxt görmemizi. İçisən qarşı. Çox sağ olun, çox sağ olun. Hər şey gəlir əlimdən. Adam satmaq. Adam satmaqdan başqa, xəyanətdən başqa hər şey də əlimdən gəlir. Bu süfrə gördüyümüz süfrə yığışılmır. Hər gün gələnim var. Hər gün gedənim var. Bugünkü günü cuma axşamıdır, yox, sabah cuma axşamıdır. Ayırmışam. Bugün də siz gəldiniz. Mənim birinci tamaşaçım dostumdur. Yerdə qalan sənət adamları. Hamısı ilə dostluq eləyirəm. Mən şükür Allah nankör dizi üstə çörəyi olanlardan deyirəm. Mən beləyəm. Ölüb gecəyəm, sağ-salamat öldürsün məni Allah Taala, əlim üstündə, ayağım üstündə, bastırsınlar, başıma and içirlər. Hələ də söhbətlər gəzir ki, bu filmdəki bəzi fragmentlər var ki, onlar eksprompt olubdur. Məsəl üçün, orada söylüyün yerə yıxılmağıdır və yaxud da ki, araq şüşəsinin o divara çırpılmasıdır. Bax, o barədə nə deyərdiniz? Onlar eksprompt idimi, yoxsa senariydə var idi mi? Əvvəla ssenarini mən özüm yazmışam. İcazə ilə, Vaqif Səmədoğlu'ndan icazə alıb, ondan Allah rəhmət eləsin. İcazə almışam. Dedi ki, mən kino tempini unutmuşam. Yaxşısı budur, sən kinoya yaxınsan, özün yaz, özün çək. Belə oldu söhbətimiz. Amma haqqını vermişəm. Halallığını almışam, özümü eləmişəm. Motivlərin əsasında 15% mənkidir, qalanı Vaqif Səmədoğlu'nundur. Tamaşaçılar üçün də çox maraqlıdır ki, o filmdə məsəl üçün montaj olan hər hansı bir hissələr varmı ki, maraqlıdır, amma o kinoya salınmayıb? Həmin film... Yox. Bir şey olmuyor. Nə gəlmişəm, nə bacarmışam, çəkmişəm, hamısı gedib. Çox fragmentlərdə eksprompt olub, hə? Ay, ekspromptlarım çox olub. Çox olub. Bombadır da. Bu yaxınlarda məni
Dövlət Arxivinin üzvü seçiblər. Monoqrafiya yazılıb haqqımda. Çox gözəl. Kafedra müdiri işləmişəm. Professoram. Mən gördüyümü görmüşəm.